Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firutquzu. 30 may tarixində bu günlərin Təhsil İnstitutu tərəfindən sertifikasiya imtahanına gedəcək müəllimlərə nümunə suallar təqdim olunmuşdur və həmin suallardan biologiya fənninə aid olan metodik suallardan 8-nin hal-hazırda izahına baxacağıq birlikdə müəllimlər. Ətrafınızda da biologiya fənnindən imtahan verəcək müəllimlər varsa, bu videonu onlara göndərməyiniz onlara imtahan zamanı faydalı olacaqdır. Gəlin, vaxt itirmədən 51-ci sualla başlayaq. 51-ci sual metodika sualıdır və 51-ci sualdan başlayırıq. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir. Müəllim mərkəzli yanaşmanın əsas götürülməsi, biliklərin yaradıcı tətbiq edilməsi, yeni biliklərin araşdırma yolu ilə öyrənməsi, qarşılıqlı təlimə üstünlük verilməsi, təfəkkürə əsaslanması. İnteraktiv təlim sözünün mənası elə qarşılıqlı əlaqədir və fəaliyyət üzərində qurulan deməkdir. Elə biz D variantında qarşılıqlı əlaqənin təlimə üstünlük verilməsi interaktiv təlimin xüsusiyyətidir. Təfəkkürə əsaslanması interaktiv təlimin xüsusiyyətidir. Yeni biliklərin araşdırma yolu ilə öyrənilməsi interaktiv təlimə aiddir. Biliklərin yaradıcı tətbiq edilməsi interaktiv təlimə aiddir. Müəllim mərkəzli yanaşmadan əsas götürülməsi aid deyil. Çünki biz müəllim mərkəzli yox, şagird yönümlü, şagird mərkəzli yanaşmanı əsas tutmalıyıq və interaktiv təlimin xüsusiyyəti hesab edilmir deyirsə, biz A variantını seçə bilərik. 51-ci sualın cavabı olacaqdır A variantı. Baxaq 52-ci suala. Tapşırıq. Təng nəfəslik, ürək döyünməsi, baş gicəllənməsi, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanın zədələndiyini müəyyənləşdirin. Bunun üçün orqanların funksiyasını araşdırmaq lazımdır. Tapşırıq, Bloom taksonomiyasının hansı mərhələsinə uyğundur? Bunu müəllim şagirdə tapşırıq olaraq verir və şagird bunu yerinə yetirməlidir. Baxın müəllimlər, təng nəfəslik, ürək döyünməsi, baş gicəllənməsi və daimi yorğunluq, əzginlik simptomları xəstənin hansı orqanın zədələndiyini müəyyənləşdirməliyik. Və bunun üçün də orqanların funksiyasını araşdırmaq lazımdır. Deməli ki, artıq burada tətbiq etmək var. Verilən tapşırığı biz tətbiq etməliyik, araşdırma aparacağıq, tətbiq etməliyik. Bu tapşırıq Bloom taksonomiyasının tətbiq etmək mərhələsinə uyğun hesab edilir. 52-ci sualımızın da cavabı olacaqdır B variantı. Keçək növbəti suala. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Şagirdlərin nailiyyətini qiymət şəklində ifadə etmək summativ qiymətləndirməyə aiddir. Şagird təlim nailiyyətini gündəlik olaraq izləmək. Gündəlik olaraq izləmək varsa bu formativə aid ola bilər. Summativə aid ola bilməz. Müəllimin tədris fəaliyyətini qiymətləndirmək summativə aiddir. Məktəbdə təlim səviyyəsini müəyyənləşdirmək summativ. Təlimin hər hansı bir mərhələsinə, məsələn, yarım ildə şagird nailiyyətini qiymətləndirmək, BSG-lərin keçirilməsi summativə aiddir. Cavab olacaqdır B variantı, çünki formativə aiddir, summativə aid edə bilmərik. Baxaq növbəti suala. Tapşırıq. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Baxın, bu hissədə bizə bildirir ki, sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Yəni, sağlam qidalanmadan söhbət gedirsə, elə biz bunu biologiya fənninə uyğun olaraq götürə bilərik. Eyni zamanda da deyir ki, planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin şəxsi büdcəsi də nəzərə alınmalıdır. Bu da hesablamamız riyaziyyata aid ola bilər. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Müəllim sinifdə riyaziyyatla biologiya fənnini əlaqələndirirdi. Fənüstü inteqrasiya verilən situasiyada yoxdur. Eyni zamanda da fən daxili inteqrasiya yoxdur. Amma fənlər arası inteqrasiya var. Cavabımız olacaqdır yalnız fənlər arası inteqrasiya. 54-cü sualın cavabı olacaqdır B variantı. C variantı daha doğrusu yalnız fənlər arası. Keçid edək növbəti sualımıza. Nə təqdim olunubdur bizə?
Müəllim fotosintez hadisənin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəmiz var burada. Müzakirəni elə aparır ki, şagirdlərdən bir-birinin fikrini dinləyir və deyilənlərdən çıxış edərək suallar verirlər. Müəllim hansı iş üsulundan istifadə edir? Akvarium. Akvariumda kiçik qruplar böyük qruplara ayrılırdı uşaqlar. Yəni burada akvariumdan istifadə edilməyibdir. Dəyirmi masada dairə formasında uşaqlar əyləşir, fikirlərini bildirirlər. Müzakirə xəritəsində isə şagirdlər qarşılıqlı fikir mübadiləsi aparırlar. Amma bizə deyir ki, bir-birinin fikrini dinləyir, daha sonra deyilən çıxışlardan suallar verirlər. Yəni verilən cavabın içindən bir sual daha çıxardırlar uşaqlar. Biz bunu götürə bilərik Sokrat dialoquna aid olan. Qərarlar ağacında da bir problem qoyulur və problem ətrafında müsbət, mənfi tərəflər təhlil eləyir, ən uyğunun seçib götürürük. Yəni burada da verilən situasiyada yoxdur. Amma Sokrat dialoqu var. Sokrat dialoqunda uşaqlar bir-birinin fikrini dinləyir və verilən cavabdan sual çıxardıb yenidən sual ünvanlayırlar. Sokrat dialoqu olacaqdır verilən situasiyanın cavabı. 55-də D variantı. Keçid edək növbəti sualımıza. 56-cı sualda. Şagirdlərə iki bioloji prosesin müqayisəsi tapşırılmışdır. Müqayisə edəcəklər burada. Əldə edən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. Daha əhəmiyyətlinin, ən əhəmiyyətlinin bizdən istəyirsə, taksonomiyaya görə biz bunu təhlil etməkdə öyrənmişik. Yəni ən üstünü hansıdır, ən səmərəli hansıdır, biz onu seçirik. Daha əhəmiyyətli olanını istəyirsə, bəli, biz təhlil etməyi götürə bilərik. Cavab olacaqdır C variantı. Növbəti sualımıza baxaq. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur, çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Yəni bir müəllim olaraq valideyn hər dəfə dərsə gecikirsə, biz də şagirdin yanında oturub onu gözləyirik ki, valideyni gəlib götürsün. Bu situasiyada problemi necə həll etsəniz effektiv olar. Variantlara baxaq. Valideyn heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edərsiniz. Narazılığını şagirdə bildirin ki, evdə valideyninə desin. Valideynin davranışını barədə məktəb rəhbərliyinə məlumat verin. Ölçü götürülməsini istəyin. Valideynlə danışıb səbəbi öyrənməyə və birlikdə problemin həllini tapmağa çalışın. İş vaxtınız bitdiyinə görə şagirdə məktəbin yanında dayanıb valideyni gözləməsini tapşırın. Əlbəttə ki, biz bura məktəb rəhbərliyinə bildirməyimiz doğru deyil. Amma ən yaxşı hal olardı ki, biz valideynlə niyə gecikdiyinin səbəbini soruşaq və bunun səbəbini araşdırandan sonra bir problem tapıb, yəni bu problemin həllinə birlikdə cavab tapmağa çalışmalıyıq. Ən səmərəli yol, ən effektiv yol valideynin özü ilə danışmağımızdır və bu problemi aradan qaldırmağa istəməyimizdir. Cavab olacaqdır D variantı. Növbəti suala baxaq. Növbəti 58-ci sualımız. Əgər komanda yoldaşınız təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Mən münasibətlərin pozulmamasını əsas tutaraq yoldaşımı dəstəkləyərdim. Həll məqsədə uyğun deyil, amma münasibət pozulmasın deyə uşaq yoldaşının fikrini önəmsəyir. Yəni bu doğru yanaşma deyil. Müstəqil şəkildə həll edərdim. Yenə də şagird əgər komanda işində işləyirsə, özü tək həll etməyəcəkdir. Bunu komanda şəklində həll etməsi daha məqsədə uyğun olardı. Komanda toplantısı ilə üzvlərin bu fikrin yanlış olduğuna inandırardım. Bu da yəni əməkdaşlıq bacarığına bir o qədər üstün hesab edilmir. Yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edərdim. Yenə də burada əməkdaşlıq bacarığının yüksək tutulmasını bizdən istəyir. Y variantı da səmərəli yol deyil. Nəzakətlə fikrimi bildirər, alternativ həll yolları təklif edərdim. Bəli, cavab B olacaqdı. Yoldaşımızın təklif etdiyi həll yolu əgər doğru deyilsə, biz nəzakətlə onu öz fikrimizi bildirib, eyni zamanda da alternativ həll yolları tapmağı təklif edə bilərik.
Cavab olacaqdır B variantı. Və müəllimlər 8 sualı hal-hazırda sizlərə təqdim etdim. Gün ərzində də digər sualları, digər ixtisas fənlərini sizlərə paylaşmağa çalışacağam. Baxmayaraq ki, 10 sualdır metodikadan, amma mənə müəllimlər 8 sual yönləndirdiyinə görə 8 sualı sizlərə təqdim elədim. Sağ olun, salamat qalın. İnşallah ki, sizlərə faydalı olar. Neçə düz, neçə səhv yazdığınızı isə rəy bölməsinə qeyd etməyi unutmayın.